Deməli, sən niyə evə getdin? Düzdürmü? Sual cümləsidir. Düzdür? Deməli, mən sual sözü ilə başlamalıyım. İngilis dilində necə, rus dilində həmçinin elə. Deməli, niyə sözü rus dilində nədir? Почему? Aysa, sən getdin. Почему ты İndi burada hərəkət feilini hələ keçməmişik. Normaldır ki, bilmirsən. Deməli, почему ты getdin, uzaqlaşdın. Düzdürmü? Çıxıb getdin. Ona görə də uşol əgər oğlana deyirsənsə, uşla əgər qıza deyirsənsə. İndi bunu bilərək necə deyəcəksən ki, sən niyə evə getdin? почему ты ушла Super. Evə. домой? Super. Домой. Əgər sualı oğlana versən, Ушел. uşol. Aysa. İndi hamısının ikisini də bir yerədir. Почему ты домой? Uşol və yaxud uşla домой. Düzdürmü? Aysa. Gecə görə kitabımızda növbəti cümlə nədir? Da, bir saatdan sonra mən evdə olacağım. Bir saattan sonra. Deməli, bir saatdan sonra mən evdə olacağım. Əgər söhbət zaman atlamasından gedirsə, biz hansı qoşmadan istifadə etməliyik? Zaman qoş. Через. Через. Deməli, bir saatdan sonra nə deməkdir? Через час. Super. Deməli, bir saatdan sonra mən olacağım evdə. Я через час домой. Olacağım evdə. Olacağım. Bu diş. Budur. Çünki məndən söhbət gedir. Deməli, Я через час буду дома. super. Bravo. Я через час буду дома. Aha. Da, sonra kimisə evə buraxmaq. Düzdürmü? Söhbət kimisə evə buraxmaqdan gedirsə, pustить. 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 Düzdürmü? Mən istəmirdim onu evə buraxım. Necə deyəcəksiniz? Я не хочу пустить İstəmirdim. Я не хотела. Düzdürmü? Не хотела. Я не хотела. İndi sən öncədən sənə izah edim, sonra feilləri tam keçəndə, sırf feilləri keçəndə ucu yadına düşəcək. Хотеть özü də feildir. Pustить o da feildir. İndi fikir ver. Sən şəxs əvəzinə yaxın olan feilin şəkilsini dəyişdinsə, digərinə toxunmursan. Ona görə də necə deyəcəksən ki, mən istəmirdim onu evə buraxım? Я не хотел. Хотела özündən danışırsan. Я не хотела пустить Onu evə. Его домой. Его ya da ее домой. İndi onu öz dəftərində yaz, sonra mənə de görüm nə yazdın. Я не хотела его ya da ее пустить домой. Uşaqlar, danışıq dərslərinin hər biri mənim danışıq kitabıma əsasən keçirilir. Bu kitabı əgər müəllim yanına getməyə imkanınız yoxdursa, siz də əldə edə bilərsiniz. Çox sərfəli qiymətə məlumat aşağıda verilibdir.